Əl-Bələd Şəhər surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. And içirəm bu şəhərə, sən də o şəhərin sakinisən. And olsun valideynə və onun törəməsinə, biz insanı çətinlik içində xəlq etdik. O, heç kəsin ona gücü çatmayacağını mı güman edir? O deyir, mən çoxlu var dövlət sərf etmişəm. O, heç kəsin onu görməyəcəyini mi zənn edir? Məyər ona iki gözü biz verməmişikmi? Bir dillə iki dodaq verməmişikmi? Onu iki yoxuşlu yola yönəltmədikmi? O isə sərt yoxuşu aşmağa can atmadı. Sən nə bilirsən ki, sərt yoxuş nədir? O, bir kölə azad etməkdir və ya acılıq günündə möhtaca yemək verməkdir. Qohumluq əlaqəsi çatan bir yetimə, yaxud acılıqdan yerə uzanmış kasıba, sonra isə o, iman gətirən, bir-birinə səbr və mərhəmət tövsiyə edənlərdən olmaqdır. Onlar sağ tərəf sahibləridir. Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir. Od onların üzərində qapanacaqdır.